Hamıya, salam izləyicilər. Yeni bir video ilə qarşınızdayım. Gördüyünüz gibi səssiz danışıram. Çünki şu an məktəbdən gəldim. Və məktəbdən gələndə də bacımın kargosu gəlmişdi. Mən ki, buradan bir gözəl bir video çıxarda bilərəm. Gizlincə bacımın kargolarını açıram. Şu an bacımın yəni sıfır xəbəri var. Çünki bacımın hər şeyini mən vururam, mən seçirəm. Yəni onun xəbəri yoxdur, heç nə də yox. Yani bu kadar içeri gireceğim, içeri girmeyi sizin için çekeceğim. Şimdi içeri geçireyim. Şu anlar içeri girdi ya, hazırda diye Batım evde değil. Şimdi gece eynimi değişim. Ha benim. Anlayın. Biraz dəcəlli elədim. Mənimə şeydə saxladım ona görə. Ha, yaxşı. Tamam. Şu an tek otağa geçim. Şu anlar hal-hazırda inanırsınız ki yani xəbəri yoxdur da yani. Ama size bir dənə məktəb belə kombinimi göstərmək istəyirəm. Göstərim gəlir. Uşaqlar baxın, mənim məktəb formam belədir. Sizinki bilmirəm nətərdir, amma mənimki böyle bu şəkildə. Yəni isə çox səsli danışa bilmirəm. Bacım o tərəfdə. Bəli. Uşaqlar, mən artıq əynimi geyindim, hazıram. Amma sizə bir şey göstərmək istəyirəm. Yəni şəbitlərim şaka mıdır? Yani bir de bunların tatlılığına bakın uşaqlar. Ay, uzatım indi. Çok şirinler. Neyse uşaqlar, şəbitlər indi boş verək. İndi biz yeni videomuza keçək. Səncə mən nə edəcəm? Deyirəm ki, səncə mən nə edəcəm? Bax gör burada da var. Alamıyorsun. Şu an ayrıca kalanlar yaşanır ama o kapıyı tabii ki de açmayacağım. Açmayacağım. Değme kapını. Değme. Açmayacağım. Açmayacağım. O kapını, o biraz şu anlar döysün, kessin. Onda mən kargoları açmağa başlayam. İndi bacıma qışqırtma elədiyimizə görə mən kargolarını açmağa başlayam. Aydan önce mən girməyəcəm. Aynen, açmıyorum ben. Böyle bakıyorum. Şu an burada pembiş paketli bir şey var. Sonra bir de ki bu Ürünlərin hamısını trend yoldan mən özüm bacıma seçərəm ama Sen kestin. Şu an danışıyorum bir kez. uşaqlar makyaj malzemələri vurmuşam. Təbii ki, mən belə şeyləri çox yaxşı bildiyim üçün bacım üçün mən özüm seçib vururam. Ona görə nələr oldu. Arada sözde daşırsın ama başka şey. Sevdiğe gireceğiz. Öyle. Ay çok şirin. Uşaqlar, bu tanıyanlar tanır. Arya Hanım'ın Hola markası. Ay da çok qəşəngdir axı. Hola Arya. Ay da nə qəşəngdir. Arya Hanım'ın ürünü. Ay təbii ki də bu mənim xəyalım olur. Həqiqətən bu qadının ürünlərini çok sevirəm. Bu qadının ürünlərini. Yəni ay Da ne geçecekti bu? Yaxşı, göz atıram. Atıram, değme atıram. Şalar. Holanın allığı. Ay da çok qəşəngdir. Bir belə göstərəm. Ay da şalar, bunun rengine bakın. Görürsünüz Holanın allığı. Tabii ki de ben eğlenmiyorum. Bacımın da şalar bunların hamısı. Bir icazə ve şalarla danışmaq istəyəm. Bir tık. Bir
bu şallar ne rengidir? Sen cold pink'ti şallar bu. Evet. Ha o da şallar. Tabii böyle şallar Pinkdir. Yani tabii ayda şallar çok qəşəngdir təbii ki. de. Yani çok bayıldım buna ben. Bence 10 üzerinden ben 10 veririm ve keçək Holanın kafadat. Ya da benim kafam Holanın konsilerine keçirik şallar. Bu da Arya xanımın yani ikinci konsileri. Şallar bu nədir belə? Şallar. Hadi qəşəngdir də bax bunu ya. Sən belə 03 nömrəsidir bir də şallar. Pink renkli bu da. Bunlar niye olsun ben pink bulmuşum? Neyse. Bu ne tər atırlar ay şallar. Atım da atsın şallar bunu. Neyse atmaz abi. Siz onu boş verin biz bununla gidelim. Ay şunlar siz bunlar ne tər atırsınız? Buradan Sizin şallar Trendyol'dan zakız eləmişəm. Bilmirəm bəlkə demişəm mi yoxsa yox. Amma hamısını Trendyol'dan zakız eləmişəm. Deyəsən demişəm amma neyse bir də deyim heç olmaz. Ay şallar bunlar nə çətin açılır. Bir dəqiqə. Oh. Shit. Oh. Təbii ki də buralarına səs qoyacağım. Sizə işləyəsiz. Hala bacım səsi kəsdi. şallar kəsilmiş səsi. 03 nömrəsi gördüğünüz kimi valla. Bəli. İndi etiketini çıxardaq bunu. Peki. Şallar ben deneyim size. Ben size de almadım. Dəli yapıyorlar sizə. Kenarda bildirin. Oh shit. Bu nədir belə şallar? Şallar bunun rengine bir dakika bakma ses. Oh. Yani burada Arya Hanım'ı tebrik ederim. Çok da bir şey çıkardım. Bir dənə baxım. Yayaq bir dənə mənə. Ay əlim də nə cürə qaldı. Hamısı sənin üzrə. Şallar bu belə pink bir şey. Yani pink deyəni yəni pəmbə. Ben de pink'e taktım. Azerbaycan'da da ne rozvu. Bəli şallar bu da çok güzel. Ve bu iki ürünə də mən 10 verirəm. Türkçe arada bir şallar üzrsən Türkçe danışa bilərəm. Çünki bu Holanın yaratıcılar düşdü. Bəli, kesin ikinci vazimiz. Ay Allah ne olur bir şey için gəlsin. Böyle bir şey gelir. Ama bu ne böyle sarı bir kargo. Aha. Sen bunu bir görsen ne kadar atıram. Bu nədir belə? Aa. Şallar fit mi? Bıçak yoktu şallar yanımda. Hocam eziyet edeceğim. Bunlar böyle cırır. Ey. Aa şallar. Ay da şallar siz bir buna bakın. Ama şallar bu 130 nömrəlidir. Bunu təbii ki anama zakız eləmişim. Bu biraz tüklü gördüğünüz gibi. Şallar burada mən bildirimler yollayır. Yazdır bana şallar WhatsApp'a. Gelsin Maybelline'in fit mi? Adını düz deyə bilmərəm. Yəni bəlkə düz demədim. Neyse şallar bu da şeyi. Üz ağardıcısı. İndi əlinizə tutun. Güzel bir şeyler. Əlimizə belə bir şey gəlir. Bu nədir belə klop kimi? Buna belə belə vahşidir. Ya Allah'ım. Şuna bunlar hamısı niye böyle sarılmış gelir? Ah bu nedir böyle? Aa şey şallar. Parçalı şallar buradan ben yazır. Ben de bunları adam kimi aça bilmirəm. Yorumlarda bilirəm yazasınız. Şallar ne tər açdımsa qələmin qapağı uçdu. Aa şallar bu Flomar'ın şeyidir. Flomar'ın odak kalemiymiş. Evet. Hadi yani şallar. Flomar'ın dodaq qələmidir. Ay bir dəqiqə çıxardaq bunu. Ucda belə ayda çox qəşəng təqdim falan. Neçə nömrəli? 236 nömrəsi. Buradan hələ də bacım mənə yazırdı. Kəsmir, cizəzi kəsmir. Gördüyünüz kimi yaxından da göstərdim. Təbii ki, bunu da əlimdə belə bir dənə xət çəkim sizə belə göstərim. Belə. Bu rəng nəysə. Bunu keçək.
Bunu qoyuruq qırağa. Ay, bura bütün zibil-mibil oldu ye. Bir də bu ürünləri belə ayıraq. Bu zibillər, mibillər də bu tərəfə ataq. Zibillər, mibillər əzdə. Hay Allah, Allah mənə güldürsün yəni uşaqlar. Özümü çox sevirəm. Uşaqlar mənə tanıyın. Belə bu ürünləri də belə bura qoyaq, tamam? Evet. Şimdi əlimə də belə bir paket gəlir. Bu mənə nə zakaz edir? Üstündə də not yazılır özdə. Hətta bilirəm. İnana bilmirəm. Bir dənə qələm dodağını görün nə boyda şeyə sarıblar. Halal olsun sizə. Mən də evin içindən nə boyda şey çıxacaq. Bu da ayarladı. Partlatmaq olur. Ay da. Bir dəqiqə uşaqlar. Partlatanı duyur. Hiç görməmişdim bunu. Uşaqlar çətin partlayır. Boş verim onu. Neyse, bu da notun. Ay, çox çəhrayı. Bu da anamındır. Həmişə də sənin deyil. Au. Shit. Rəngə baxın. Təsbəhəm. Mən belə rəngləri təbii də heç vaxt istifadə edirəm. Anamı deyir, neyse. Bu da belə notun. Yəni, neçə nömrəsi uşaqlar belə vurmaq istəsəz, yəni ala bilərsiniz. Uşaqlar bilmirəm nömrələr harada yazılır. Harada yazılır bunların. Pink rəng gözdə. Oo, uşaqlar bu rəngə baxın. Bu altdakı rəngdir. Məncə çox şəkər. Mənim anam belə rənglər istifadə etməkdən çox sevir. Belə rozu, bunsu, belə bənövşəyi falan belə rənglər çox Sevir istifadə. Siz arkadaki bacımı takmayın. Çünki mən artıq takmıram. Artıq onu danışağı belə boş kəlir. belə kargolar atmaq kimi. Elə şalar cırıb töküm. Zaten şalar mən videodan sonra qaçacam, buranı o yığışdıracaq. Ay, şalar bu nədir belə? İstəyirəm belə sizə görə. Bu nədir? Bu nədir? Bu nədir? Şalar bayaq zəng gəldiyi üçün videonu saxlamaq və məcburiyyətində qaldım. Mən indi bunu başa düşdüm. Mən deyə biləm bu belə oynamalı şeydir. Şalar bu belə sarılıb gəlir. Yəni siz nətər göndərdirsiniz ki, belə sarıb yollamışsınız. Bu qırılsaydı nə olacaqdı? Nəysə uşaqlar. Nəysə. Belə gördüyünüz kimi Golden Rose'un belə tujudur. Belə öz uşaqlar bunlar orijinal damsı, yəni. Belə də açıqlama verim. Baxın. Belə gördüyünüz kimi. Nəysə. Uşaqlar bir də ki, biraz gözlədim ki, bacımın səsi kəssin. Yəni kəsdi biraz. Yəni artıq danışıb falan da eləmir. İndi bunu açacağam, amma bunu açmadan öncə. Uşaqlar videomu burada saxlayıram. Dərslər haqqında balaca bir məlumat vermək istəyirəm. Dərslərimiz həftədə 2 dəfə 1 saat, aylıq ödəniş cəmcüməsi 50 manatdır. Gəlib dərslərimizdən yararlana bilərsiniz. Dərslərimiz Xırdalanda yerləşir. Köhnə bazara çatmamış, İrşadın sağ tərəfində gəlib ağ rəqs kurslarına qoşula bilərsiniz. Və bu qədərdir. Videomuzu onda keçiş eləyək və davam eləyək. Gördüyünüz kimi buradan bunun soy işarət var. Gəlin bunu belə sayaq. Ay. Bacımın şu an kisməti yadıma düşdü. Asılmamızı bozdum. Buna baxın. Buna da burası deyiləm təbii ki də. Səs eşitdiniz? Çox qəşəng. Yəni dəhşət qəşəng. Uşaqlar bir də yeni göstərim Golden Rose'un həqiqətən çox qəşəngdir. Uşaqlar təbii ki də mən bunların hamısını araşdıra alıram. Təbii ki də bilib bilmədən ay mən bunu görmüşəm, ay bu qəşəng, təbii ki də elə şey görmürəm və bacımın üzünü sivilcə eləməməsi üçün təbii ki də bunu anama vurmuşam. Bacım üçün daha açıq rəngim vurmuşam. Anamın üzü biraz qaradır, anama bunu vurmuşam və biraz araşdırma elədim və gördüm ki, fitmi üzdə sivilcə falan eləmir. Yəni üzdə də belə qəşəng durur. Bəli, indi bunu bura qoyaq. Keçək. Bunları belə yığışdıraq. Belə ataq buraya. Şuralar belə zibillər görsənməsin. Aha, bizə qəşəng əsas şeylər görsənsin. Ay. Hə. Evet, indi keçək. Gözlərimi xəstəlikləsin. Belə bir şey gəldi. Bu nədir uşaqlar? Kabroya da istəyir, amma mən kabro vurmamışam yəni.
Yəni özləri də başqa bir şey vura bilməz yəni. Məktəbdən çıxan kimi dedim. Əslində uşaqlar səhər tezdən duranda yuxuluydum. Birdən fikrə gedəndə ağlıma gəldi. Dedim ki, niyə də eləməyim? Niyə də eləməyim? Aa, uşaqlar. Bildim bu nədir? Təbii ay. Asmır eləyək uşaqlar. Ay, mən səni asmırım. Uşaqlar olmur. Mən bir hər şey bir ağzımda olsun. Yəni asıl eləyə bilmir. Bəli, indi eləyə bilərik bəlkə. Bəli, bundan asmır elədim sayım nəysə. Mən amma asmır çəkmirəm uşaqlar, bilənlər bilir. Çünki mənim asmıra dözümüm yoxdur. Mənə tanıyanlar tanıyır ki, mən çox danışan biri olduğum üçün. Yəni, hər bir videolar sevmirəm. Uşaqlar, təbii ki, bu Biyulisin, yenə Türkiyənin, deyəsən Türkiyənindir yəni. Çünki bunlar ən çox Türklər işlədir. Şeyi. Lineri. Rəngə baxın, yaşıl. Biyulis. Görürsünüz mü yazın? Bir dəqiqə ışıqdan tamam görsəniz. Və 2 dənə vurmuşam çünki bacıma getmədiyi üçün. Bir dəqiqə hardadır bunun yazısı görmürəm də. Hə, tamam. Belə ikisi də. Bəli, gördüyünüz kimi belə bu şəkildə bir açaq. Açılmır. Bunun üstündə də var. Bunların üstündə niyə belə şey var ya uşaqlar? Bunu nətəcirəm. Bir dəqiqə. Çox sağlam bağlayıblar. Heç görsənmir. Hər şeydə sərgər satsızam ama olsun. Bəli. Uşaqlar ikisini... Uşaqlar, hə, düz demişəm. Bu Türkiyənindir. Çünki burada gördüyünüz kimi gratis yazılıb. Gratis. Türklər bilər, gratis də var. Yəni Türklər də var. Bilmirəm burada var mı yox mu ama yəni Türkiyədə var. Gəlin emoji belə əlimizdə denəyək. O, yağlı. Tamam. Sən keçdin sınağımız. Neysə, tamam. Belə içindən belə şey var, çalxalayıb vurmaq üçün. Neysə, mən çalxalamadım. Əslində çalxalamalıydım. Səsim də yedi uşaqlar çünki xəstəyəm. Amma neysə. Uşaqlar bunu işlətməyəcəm çünki bacıma yazılmıyordu. Bunu da öz açardı. Neysə, bu ikisi belə çox qəşəngdir yəni məncə. Bir dəfə də uşaqlar belə çalxalayıb vuraq. Görürsün nə qədər çalxaladım yəni. Uşaqlar görürsün kimi çalxalayıb vuranda yəni çox qəşəng yağlı gəlir. Təbii də əladır, mən çox bəyəndim bunları. Və onun üzərindən bunlara neçə verirəm? Sizə də 8 verirəm və sizə də qoyuram kənara. Bunu da qoyun bura, şey olmaz. Bu zibillər atmayın. Bunları bir dəqiqə qoyun. Ay, tamam, gözlüyüm, dağılmayayım. Ay, əlimdə qaldı bunlar, neysə. Bu səfər baxıb götürdüm. Dedim ki, çox üzür sən xəstəyəm. Bacım artıq uşaqlar qapını da elə. Şimdi. Ay, açacam. Amma üzür istəyəm, amma açacam, atmaq zorundayım. Çünki mən işim. Bacım amma nətər qışqırtma çəkdim. Heç yəni Sadiqlə evinə çəkə bilmirdim, amma bacımı uşaqlar primer və halal olsun çox böyük göndəriblər. Buradan sizi təbrik edirəm. Uşaqlar bu primer, yəni üzür sayın yenə Türkçə dedim deyəsən, makyaj bazası. Bazı, yəni kosmetik bazası. Yəni denəyək. Ayda uşaqlar çox balaca. Onca çox atca sürəcəm, bacım məni öldürməz. O ağzı bağlıdır, aça bilmərəm. Ağzı bağlıdır uşaqlar. Hadi açıram. Açdım, haqqını helal et bacı. Buradan sadəcə bu bitsə də narahat olma. İstifadə edəcəm. Təbii ki də sən mənə eşitmirsən indi. Bəlkə də qapının ağzındadır. Ay, bir dəqiqə. Nə oldu buna uşaqlar? Əzildi bu, tamam, pis.
Tamam, siyah heç nə, mənim vaxtsız. Uşaqlar belə bu boyda vurdum. Heç də görsənmir. Bunu nətər görsədim mən. Tamam, görsədim. Etkisinə bax. Yox kimi. Zarafat. Zarafat eysən uşaqlar. Bunun etkisinə baxın. Çox qəşəng buradır. Yəni paraxığa baxın, çox qəşəngdir. Mən bana az vurdum üçün deyəmərəm. Çünki uşaqlar mənim deyil. Yəni mənim olmadığı bir şey. Təbii ki də belə bocalayıb vura bilmərəm. Təbii ki bunu açmadım. Çünki bu da ananın. Amma bacımın olan şeyləri açıb işlədə bilərik. Nəysə. Bunu da qoyuruq bura. Bunun firmasını demədim. Haydi uşaqlar sözü deyə bilməyəcəm. Impossible Primer Base. Markası budur uşaqlar. Amma mən adını deyə bilmədiyim üçün demək istəmirəm. Gördüyünüz kimi. Deyəsəm, Vent Wild. Belə bir şeydir. Nəysə, bunu da qoyuruq bura. Və buna da 10 üzərindən 10 verirəm. Təbii ki, siz bunun parlamasını görmədiniz. Amma mən həqiqətən buradan gördüm. Çox qəşəngdir. İndi isə ən böyüklər və ən çox pul xərclədiyimiz, yəni mənim bacıma ən bahalı, ən yaxşı şeylər seçdiyim üçün və içlərindən ən yaxşı L'Oreal. Bəzilərinizin də işlətdiyi şamponların üstündə də görə bilərsiniz. Şampon deyəsən adı nə idi? LCV idi, nə idi aşağılar, nəysə. O şampondan bizdə bir iki dəfə işlətmişik, ondan bildim. Onun da firması L'Oreal'dır. Və gəldik o L'Oreal'a. Bacım nə olar, qapını heç döymürük. L'Oreal'a gəldik. Eşitsin. Aça bilmirəm. Gücəliyək. Aça bilmirəm. Biraz da gücəliyək. Aça bilmirəm. Halal olsun mənə. Onda buradakı şeydən qıraq. Orada nətər edir? Şuralar aça bilmirəm. Şuralar zıra bilmirəm. Zırdım, tamam. Bir şey olmaz. Oh. Zırdım və burada Griner makyaj təmizləyicisi gəlir. Ay, bu nədir yapışdırıblar bura? Satıldı yazdı üstünə. Ay, bunu eləyək. Of, uşaqlar, bu nədir belə? Şərabda arada bir asmir eləyə bilərəm. Xoşum gəlmir, amma eləyə bilərəm. Bu şey nədir? Yapışdırıblar üstlərdə bunlar. Bir dəqiqə. Uşaqlar buradan baxdım, bir-iki dənəsi. Bu nədir? Yapışdırmayın belə şeylər üstünə. Satıldığını biz də bilirik. Təbii ki, biz aldığımız üçün satılmış ola bilər. Belə bir şey Türk. Yenə yox, Türkiyəm deyil. Belə. Amma Türklərdə görmüşəm uşaqlar. Onu da asmırımıza keçək. What? Köpüğü çıxdı uşaqlar. Onu yeri çevirmə. Uşaqlar, köpük. Bu niyə belə oldu ki? Boş verir uşaqlar, bu belə qalsın. Belə çox qəşəng. Bir dəqiqə, bizim əlimizdə şey var. Onunla denəyək, görək necədir. Nətər çıxır. Halal olsun. Bir dəqiqə, qəşəngcə. Həqiqətən halal olsun. Gördüyünüz kimi, baxın, nətər aparır. Uşaqlar, yəni iz belə qalmadı. Biraz şeylədim, yəni təmiz apardı. Halal olsun. Təbii ki də bu şeydir. Mənim əlim yanımda sabit olmaq üçün tez bacımdan qaçdığım üçün yoxdur. Yəni yoxdur uşaqlar burada. Yəni halal olsun, başarılı deyirik buna. 10 üzərindən 10 verirəm və qoyuruq bunu da kənara. Səsim uşaqlar o qədər gedir ki, əgər yasas gerək xoş. Allah şəfa versin. Çox sağ olun. Yazmayanlar da canınız sağ olsun. Bəli, keçək digərlərinə. Uşaqlar, 2 dənə fitdir. Bunlar o birisindən daha qat açıqdır, gördüyünüz kimi.
Belə fərq belə tam görsənmir, amma fərqi əminəm ki, siz özünüz görəcəksiniz. Bu ağdır, bu qaradır. Görürsünüzmü? İnşallah ki, görərsiniz. İndi bunun asmını eləyək, çünki bu bizimdir. Yəni, bacımındır, yəni. Zor, açılmadı uşaqlar. Buna da yapışdırıblar o şeydən, deyəsən. Yox, yapışdırmayıblar. Tamam, açdı. Atıdan bunda. Hara vurub budur. Ura vuracaq. Oo, çox açıqdır rəngi. Amma bacımın rənginə təmişdə uyacaq belə bu rəng. Gördüyünüz kimi çox açıqdır. Yayaq. Şunlar bunlar bilsiz nətər bir şeydir. Belə sarıya oxşuyur, amma sonra təninizə uyur. Belə gördüyünüz kimi. Səsim yəni yoxdur. Ölürəm xəstəlikdən. Çox qəşəngdir, çox bəyənirəm və çox pürüzsüzdür. Onun üzərindən buna 10 verirəm və keçirik. Bu arada bundan 2 dənə aldı bacım özünə. Bacımın təni ağ olduğu üçün ona tam olacaq bu. Bu nədir üstünə belə yaxışdırma, nəysə. Belə 2 dənə gördüyünüz kimi. İndi bəli. İndi bunları yenirik, qoyuruq kənara. Bura qoydum. İndi keçək yenə təzələrə. Gözümü yiyib götürməyəcəm, çünki görmüşəm artıq. Uşaqlar, bu L'Oreal'ın spreyi. Sən niyə bu balacasan? Mən bunun boyutunu bilirdim, amma təbii ki, bacım gibi bilmirdilər. Amma uşaqlar, yəni bunun niyə bu boyda olduğunu indi sizə göstərəcəm. Zaten əlimdə bir dənəsi qalıb. Biraz qurusun. İndi sizə göstərəcəm niyə bu qədər baha olduğunu. Sən quru. Uşaqlar, və mən oxuduğuma görə L'Oreal Paris 36 saat qalır. Baxın, üstündə də yazılıb 36 saat. Amma çox adam inanmır 36 saat qaldığına. Deyir, bəli, düzdür, qalsın, amma 36 saat da qala bilməzdi. Yəni, məncə bəzilərinin dediyinə görə. Təbii ki, mən buna fikir bildirə bilmərəm. Amma həqiqətən çox balacadır və çox da bahadır. Bu 24 manat idi. Amma mən çıxartdım. Mən aldığım gün, həmin gün endirimdə olduğu üçün mən 15 manata aldım bunu. Bəli. Belə bu boydadır. Biraz kesin sizə etkisini göstərəcəm. Bəli. Baxın. Baxın. Həqiqətən də silinmir. Uşaqlar silinmir. Baxın buna, baxın. Baxın, başqa bir şey vurmamışam bu Biolis. Deyə bilmədim, yəni üzr sayın. Biolis. Nəysə, belə bir şey. Getmir, uşaqlar. Həqiqə getmir, mən bunu təsirləcəm. Baxın, bunu silmək olur, belə ovuşdura. Baxın, bunu eləyirəm, gedir. Amma bu getmir. Uşaqlar, silməklə yəni səhərdən bunu silməyə çalışıram, amma getmir. Neyim bu getsin? Uşaqlar getmir. Əlimdə qaldı. Nəysə, uşaqlar inşallah saat sonra bunu çıxartar. Nəysə. Nədir başarılı, ona görə 10 üzərindən 10 verirəm. Bir də bunlara deyəsən puan vermədim. Bunlara da 10 üzərindən 10 verirəm. Və buna da 10 üzərindən 10 verirəm. Hamısına 10 verirəm. Və qaldı bir dənə yenə Garnier'in makyaj təmizləyicisi. Bunu yenə bir açıb. Bu səfər bunu səhid. Soya bilmədim uşaqlar, bu da belə gördüyünüz kimi. Və biz bunu bayaq test elədik, həqiqətən çox yaxşı makyaj sizi. Bəs uşaqlar, makyaj sabitləyicisi L'Oreal apara bilər, görəsən, mənə çox maraqlı və işlədir. Uşaqlar, inana bilmirəm. Hələ də getmədi. Yəni, getdi biraz, amma biraz qaldı.
Həqiqətən halal olsun L'Oreal-a, çox başarılı. Bir də uşaqlar suya dayanıqlıdır bu. Bir də makyaj malzəməsi, o da ki, yəni siləndə çıxmalıdır da, yəni başqa nə edə bilərik, yəni düz deyil. Yəni başqa bacım nə edə bilər ki, bəli. 10 üzərindən 10 verirəm, bunlar təkcə 10 üzərindən 10 verirəm və halal olsun apardı. Və başqa heç yerimiz qalmadı deyəcəydim və buradan bizə şey çıxır. Maybelline'in New York High Sky. Bu çox bahalı yenə bir tujdur. Yəni Golden Rose'dan bahalıdır. O hara getdi tapa bilmədim. Boş ver. Hə, buradaymış. Bundan daha üstündür bunun qiyməti. Yəni bilmirəm niyə. Səsim gedir gəlir. Açıb baxacağam demişdim. Uşaqlar buna baxın. Gördüyünüz kimi. Belə. Ay, yandı belədir. Bəli, beləsinə. Və bu qədərdir. Videomu bəyəndiyseniz kanala abunə olub, like atmağı və bildirimlər açmağı unutmayın. Sizi sevirəm. Buradan öpürəm. Neyinirik, sağollaşırıq. Onda sağ olun deyəcəkdim, amma bir dəqiqə. Nə dəqiqə? Şeydir, qapına istəyən ki, gəl, açmışam hamısını. Niyə bu qədər az şeydir bunlar? Normal idi. 19 dənə məhsul var sadəcə orada. 19 məhsul nədir? Ay qız, yarısı mamamın da onlar. Bilməm, ümumiyyətcə. Mamamda neçədən şey var hal-hazırda? 6, 7. Uşaqlar, yerim dolduğu üçün videonu dayandırmaq məcburiyyəti də qaldı və dəhşət xəstəyəm və bəzi şeylərdə xoşbəxt eləyib yerə salıb. Videomu bəs niyə sonlandırmalım? Çünki yeyə bacıma deyəcəm. Hamısını açdığımı. Gəl. Tamam. Getdik. Ay. Bəli, gidirik. Hamısını açdım. Gəl bax. Sen yemem icazəsiz kargolarını açırsan ki. Ya açtım, bitti. Niye açırsan ki? Açsınlar. Ay değil. Neyse uşaqlar, videomuz bu qədərdir. Bacım məni öldürmədən, xoşbəxtlik olmadan neynirik, sağollaşırıq. Sizi çox öpürəm. Sağ olun.